Düzgün broker necə seçilməlidir? İlk növbədə yadda saxlayın. Broker sizin bazara açılan qapınızdır. Yanlış seçim etsəniz, nə qədər bilik və strategiyaz olsa belə risk edirsiniz. Birincisi, lisenziya və tənzimləmə. Yalnız rəsmi maliyyə qurumları tərəfindən nəzarət olunan brokerları hesab açın. Əks halda pulunuzu geri almaq çox çətin ola bilər. İkincisi, komissiyalar və spreadlar. Ucuz broker həmişə yaxşı deyil, amma daha broker da ideal da deyil. Müqayisə edin, əməliyyatlar xərclərini uzun müddətli nəticəyə ciddi təsir göstərir. Üçüncüsü, platforma və alətlər. Rahat interfeys, analiz imkanları, mobil tətbiq. Bunlar həm gündəlik trading, həm də uzun müddətli investisiya üçün vacibdir. Dördüncüsü, müştəri dəstəyi. Problemlə üzləşəndə sizi cavabsız qoyan broker heç bir dəyəri yoxdur. Qısaca, düzgün broker seçmək təhlükəsizlik, şəffaflıq və rahatlıq deməkdir. Yadda saxlayın, broker sizin pulunuzu idarə etmir, amma sizin bazara çıxışınızı idarə edir. Ona görə seçiminizi strateji qərar kimi qəbul edin. Bəs siz hansı brokerdən istifadə edirsiniz? Rəylərinizi şərhlərdə gözləyirəm.